Salyandan Hacıqabula başçı göndərilən Sevindik Hətamovun gəlişi deyəsən heç rayon sakinlərini sevindirmədi. Çünki köhnə başçının qoyub getdiyi problemlər elə yerindəcə qalmağa davam edir. Vətəndaşlar qaz, yol və digər sosial problemlərin girdabında necə deyərlər vurnuxurlar. Elə şəhid ailəsi adından bir xəbər mediaya müraciət edən Şirəliyev Pərviz kimi. Rayonun 1-ci Udulu kənd sakininin dərdi nədir? Gəlin öz dilindən eşidək. Salam aleyküm cənab prezident, Ali Başkomandan, Azərbaycan Respublikasının prezidenti. Cənab prezident, mən sizin hər bir siyasətinizi çox bəyənirəm, hər bir işinizə sizə uğurlar arzulayıram, sizə uzun ömür, can sağlığı arzulayıram. Cənab prezident, biz qazdan çox əziyyət çəkirik, o cümlədən yoldan, uşaqlarımız təhsildən qalır, soyuq ocağa donurlar, gələcəyin xüsusi təyinatıdır. Mən bunu yetişdirirəm ki, gələcəyin xüsusi təyinatı olacaq. Öz həvəsi ilə, öz mənim fikrimlə. Cənab prezident, hansı qurumlara da müraciət eləyirəm, hamısı deyir ki, öz vəsaitiniz hesabına çəkin, yolunuzu da, qazınızı da. Cənab prezident, bizim vəsaitimiz olsa, biz heç kimə müraciət eləmərik. Amma bizim gücümüz çatan vəsait deyil, bizim gücümüz çatsaydı bu zülmü çəkməzdik biz. Körpə uşaqlar hamısı zülüm içində, əziyyət içində. Mən xahiş edirəm sizdən, cənab prezident, 2024-cü ildə mən sizdən xahiş elədim, Qəhrəmanın küçəsi su ilə təmin olsun, video çap vasitəsilə. Sağ olsun, Su Meliorasiya İdarəsi gəldilər, su ilə təmin elədilər. Su da var şəhidimizin bulağının. Allah sizi var eləsin. Suları hər zaman axır, çox sağ olun. Cənab prezident, mən sizdən xahiş edirəm. Birinci başda qazla təmin olsun, sonra yolumuzu da təmin eləsinlər. 2011-ci ildə Hacıqabul rayonu Udulu kəndinə qaz verilir. 400 metrə bizdən kənarda qalıb, biz diqqətdən kənarda qalmışıq. Bu evlər hamısı qazsızdır. Bu dəqiqə əziyyət çəkirlər. Yağışda, qarda, palçıda, marozda, odunla, ocaqla, mal, heyvan təzəyinə, peyiniylə. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Xahiş edirəm, mənim bu çıxışımı, müraciətimi şəxsən öz nəzarətinizə götürəsiniz. Ümid edirik ki, Sevindik müəllim tezliklə bütün problemləri həll edib Hacıqabulluları da sevindirəcək. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.